Salam əziz izləyicilər. Bu gün sizə qoğalın hazırlanma qaydasını paylaşacağım. Video çox uzun çəkməsin deyə xəmiri öncədən hazırlamışam. Artıq xəmir gəlib. Amma xəmirə nə vurulubsa, onları sizlə bölüşəcəyəm. Xəmirə vurulan ərzaqlar: 2 kilo una, 6 yumurtanın ağın, sarısını isə saxlayırıq üzəri üçün kraskalanmağa. 1 dolu xörək qaşığı mayanı hazırlanır, apara formasında hazırlanır. Xəmirə vurulur, duz, bir də stakanın yarısından duru yağ. 1 dolu stakan süt, 2 dolu stakan suyu qatılır və xəmir qəşəng yoğrulur. Tam yumuşaq xəmir və qəşəng yoğrulur. Xəmirin gəlməsini gözləmək lazımdır. Xəmir mayalandıqdan sonra kündələrə bölünür. Çalışın kündələri çəki ilə olsun. Daha onda dəqiq olur. Yayılanda da standart səliqə olur. Sonra yağlanılır. Hər qatında yağlanılır. Yağlandıqda sonra ciri ilə raziyananın üyüdülmüş formasında hər qata və yaxud da 2-3 qatdan bir səpmək daha yaxşıdır, daha dadlı olur. Xəmir yayılıb, yağlandıqdan sonra indi isə lenta formasında kəsmək lazımdır. Lenta şəkildə kəsirdikdən sonra rulon şəkildə düz-düz yığılır və sonra içərisinə hazırladığımız içlikləri yerləşdiririk. Bu içiliyin hazırlanma qaydası: 2 dolu stakan un, üzərinə 1 dolu xörək qaşığı yağı əlavə edib qəşəng ovursan və ucunda sıxırsan. Əgər o birləşik haldadırsa, artıq içilik hazırdır. Onun üzərinə isə
bir xörək qaşığı duz. Duzu zövqə görədir. Biraz az da edə bilərsiniz, çox da edə bilərsiniz. Üzərinə bir çay qaşığı istiot, bir çay qaşığı zəncəfil, bir xörək qaşığı cirə, raziyana üyüdülmüş formada qatılır, vurulur. Qoğallar tam içliklər doldurulub, hazırlandıqdan sonra, biraz özünə gəldikdən sonra, üzəri yumurtanın sarısı ilə kraskalanıb, zövqə görə qara çörək otu da səpilir, sobaya yerləşdirilir. 40-45 dəqiqə ərzində, amma istilik dərəcəsi güclü olmalıdır sobanın. Pişib, sonra götürmək lazımdır. Kanalımıza abunə olub, like atmağı, yorum yazmağı unutmayın. Göz haqqınızı helal edin. Hər bir kəsə nuş olsun.